buradan elə belə example izah edeyim. Ümumiyyətlə JDBC template nədir, nə üçün istifadə olunur? Bunun saytını da istəsəniz ataram sizə. JDBC template example. Oxusanız buradan oxuyarsınız. Yəni bu səhifəni oxusanız sizin üçün kifayətdir. Axıra qədər baxsanız, bir araşdırsanız yaxşı olar. Bunu atım Pample qrupuna. Aha. Səsim gəlir uşaqlar, zəif deyil ki. Yox, gəlir. Tamam. Deməli, düşünün bu olsun Java application. Bu da olsun bizim neyimiz? Baza, database. Aha. Yanınızdadırsa biz Java SE səviyyəsində nədən istifadə edirdik? Java application'dan database bağlamaq üçün connection deyə bir şeydən istifadə edirdik. Yəni arada vasitəçi rolunu oynuyordu. Biz bu vasitəçidən istifadə edərək database ilə əməliyyatlar aparırdıq. JDBC template də o məqsədlə istifadə olunan bir şeydir. Amma məsələ nədir? JDBC template Java SE-də elədiyimiz əməliyyatları, yəni bir çox prosesləri asanlaşdırır. Yəni belə desək, Java SE-də misal üçün 20 sətr kod yazırdıqsa, burada biraz düşür 10 sətrə, 5 sətrə, yəni 2-3 dəfə azalır. Bu necə ki, məsələn Java SE-də biz connection quran zaman URL, username, password götürürdük. Bizim də JDBC template istifadə eləməyimiz üçün JDBC template'in bir vasitəçiyə ehtiyacı var. O da ki, deməli, data source götürür özündən. O data source'dan istifadə edərək bu vasitələri, burada bir dənə yazaq, JDBC template. Aha. JDBC template nəyə ehtiyacı var? Data source. Aha. Bu data source nədir uşaqlar? Bu data source necə ki bizim connection zamanı URL, username və passwordu özündə saxlayırdısa, bunu biraz böyüdüm. Böyüdürürsəm. Aha. URL, username və password. Deməli, bu data source dediyimiz şey özündən 3 dənə parametr götürür. URL, username və password. JDBC template də bunun vasitəsilə bunu elə bir ki istifadə edərək bu database-dən bağlantını yaradır. Buradan kimsə deyəsən istəyə atıb. Baxım nə. Yox. İstə yox deyəsən. Aha. Rekord bəli eləyirəm. Deməli, bu data source da JDBC template istifadə edəcəyi bir şeydir. İndi bunu real həyatdan nümunəyə gətirsək, fərz edin ki, siz bir əməliyyatlar aparırsınız, hesablama əməliyyatı və ya vurma əməliyyatı, bölmə əməliyyatı və ya ədədlər arasında. İndi biri var ki, bunu siz özünüz beyninizdə hesablayasınız. Biri də var ki, JDBC template elə bir kalkulyator kimi düşünə bilərsiniz. Sizin yerinizə o hesablayır. İndi gəlin proyekt yaradaq, proyekt üzərindən deploy eləməyə çalışaq, orada daha aydın başa düşəsiniz. Sualı olan var bura qədər? Vüsal müəllimi dediyi yerə qədər baxan olub uşaqlar. REST Controller Advice. Bura qədər demiş ki, soruşacağım sizdən. Bura qədər sualı olan var. Ümumiyyətlə baxmısınız bəs? Mən Project Lombok'a kimi baxmışam. 4-cü hissəli baxmışam. Lombok'a kimi? Hə. Aha. İstifadə eləmişsən bəs? Məsələn, konfigurasiyanı istifadə eləmişsən haradasa? İstifadə, bir dənə C-ni istifadə eləmişəm elə videolara bax. Nəyi? C-yə kimi istifadə eləmişəm. Spring Boot Configuration kimi. Hə, C-yə kimi, tamam. C-yə kimi bir şey yoxdur, amma yenə də nəsə eləmişsənsə yaxşıdır. Tamam, bir dənə proyekt yaradaq. Onun üzərindən deploy eləməyə çalışaq. Əvvəla bir şey deyim uşaqlar. Baxın, Spring mövzusunda bu bizim ilk sıfırdan yazılmış proyektdir.
Ona görə çox xahiş edirəm. Biz bir dənə bu proyektin üzərindən getməyə çalışacağıq. Yəni bu gün Spring JPC template-dən yazıram hal-hazırda bunu. Daha sonra JPA çevirəcəyik bunu, yəni Hibernate-ə çevirəcəyik. Ən sonunda JPA çevirəcəyik. Ona görə çox xahiş edirəm. Növbəti dərsə qədər hamı yazdığım hissəyə qədər yazsın. Ki növbəti etapları başa düşə biləsiniz. Yazmasaz, yəni alınan şey deyil. Yəni koda baxaraq, sadəcə koda baxaraq nəticə əldə etmək biraz çətindir. İndi bunun adı olsun Spring JDBC template example. Aha, bu arada proyektdə artıq Spring-lə işləyiriksə, bu new proyekt hissəsindən yox, biz artıq buradan yaratmalıyıq. Bunu da bilirsiniz hər halda. Bu isə proyektin hara düşəcəyini deyir. Java, Maven yox, mən Gradle Grove istifadə edəcəm. Bunu da az nöqtə Turing edirəm. Aha. Articat və burada JDK-mızı da seçdik. Bunu da həmişə car saxlayın. Next. Next deyirəm, burada mənim istifadə edəcəyim anotasiyalar, daha doğrusu defensləri əlavə eləməliyəm. Biz ən sonda web-ə çıxacağıq, düzdürmü? Web-i əlavə eləyək. Daha sonra, misal üçün Lombok götürəcəm mən və Lombok istifadə edərək həm də izah etmiş olaram. Daha sonra PostgreSQL bazasına işləyəcəyik biz. Görüm, driver burada. Spring Boot JDBC var mı burada? Burada yoxdur. Tamam, şeydən götürərik, MVL repodan götürərik. Spring Boot Starter. Bu da yoxdur burada. Tamam, oradan götürərik. Bəzən depenslərin hamısı burada olmaya bilir. Ona görə burada olmayanı gedib artıq MVN repodan götürməliyik. Burada create deyirəm. Proyektim yaransın. Sonra gedək MVN repoya, oradan lazım olanları götürək. Deməli, burada mənə nə lazımdır? Nə lazımdır mənə? MVN repo. Bir bu lazımdır. JDBC ilə işləmək üçün. Bunu gəlib götürək buradan. Aha, Gradle üçün götürək. Proyektim yarandı mı burada? Əla. Sırıcı, main, Java. Aha, bir dənə depenslər yüklənsin. Build.gradle. Orada Maven'da POM XML olur uşaqlar. Gradle'da artıq bu variantda olur. Yəni POM XML atdığımız depensləri burada build Gradle atırıq. Gələk oradan götürdüyümü burada atıram. Yəni bunlar Biz Maven'dan işləsək olar. Çünki mən Maven'ı öyrəşmişəm. Olar, heç bir problem yoxdur. Yəni fərqləri əslində var. Elə o da araşdırmalı bir topikdir. Yəni hansının nə üstünlükləri var. Onu da araşdırsanız yaxşı olar. Aha, bunlar bir dənə yüklənsin. Bunlar yüklənənə qədər baxın burada paket falan yaratma olursa yaradaq biz. Aha. Bizim deməli domain başlayıram yenə həmişəki qaydada. Domain içərisində nə olacaq? Entity və repository. Aha, repository içərisində də user Postgres repository DOS interface. Tamam. Bunları bir dənə bağlayayım. İndi. Bu oldu mənim interfeysim. Gəlin klassımızdan başlayaraq deploy eləməyə çalışaq. User deyirəm buna. Userimin nəyi olsun? Private long ID. Private string name. Private ID name. Sonra nə olsun? String email olsun bir dənə. Bir də olsun misal üçün qrup atıram. Qrup. Tamam. İndi bu bizim filtlərimizdir uşaqlar. Biz Spring'in bizə verəcəyi vasitələrdən istifadə edərək biraz işlərimizi asanlaşdıraq.
Misal üçün yazıram. Bura data lombok. Bu məni bütün getter, setter, equals, hashcode, toString hamısı ilə təmin edir. Belə olmadan da biz adlandırma olaraq təkcə getter lazımsa getter deyəcəyik. Ya da setter lazımsa setter deyəcəyik. Getter, setter. Bunlar özünə demək olar. Equals and hashcode. Bunları verə bilərik. Daha sonra toString. Bunu verə bilərik. Ən sonunda nə lazım idi bizə? Equals. Okay. Bunların yerinə əslində belə istifadə etmək daha rahatdır ki, bu datanı istifadə etmək məhdudlaşdırırlar. Bunun bir sıra problemlərini çıxarıblar. Amma hələ ki göstərmək niyyəti ilə bunu dedim. Yəni data edəndə getter, setter, equals, hashcode və toString ilə bizi təmin edir. Bizim klasslarımız adətən nədən ibarət olurdu? Getter, setter, toString, equals, hashcode və nə? Constructordan. Constructor mən burada iki variantla yarada bilərəm. Uşaqlar Seyranla yazıb bir dənə qrupa baxa bilərsiniz. Data olar constructor. Misal üçün bu constructoru verən zaman bu bütün Dərs parametr başlayıb başlamayıb soruşur. başlayıb. Ona deyin ki bir dənə linkə qoşulsun. Bir dənə istək atsın ki mən qəbul edə bilim. Burada istək yoxdur. Tamam. Bu OR constructor məni bütün parametrləri olan constructorla təmin edir. NOR constructor parametrsiz constructorla təmin edir. Aha. Bu oldu mənim entitim. İndi gəlirəm bura. Bizim belə deyim, müxtəlif növ komponentlərimiz ola bilər. Ümumiyyətlə Springdə bax gördüyünüz hər bir şey repository, yəni adi Java-C-də mənim sizə yazdığım proyektlərdə var idi. DAO, service, controller, sonra gəlib onları inversion of controlda, yəni main metodunda idarə edirdik. Onların hamısı bir komponentdir. DAO-su olsun, servisi olsun və ya controlleri olsun. Hamısı bir komponentdir. Yəni Spring onları istifadə eləmək, konteyner olaraq istifadə eləmək üçün Spring'e biz bir klası konteyner olaraq tanıtmaq üçün biz ona nə verməliyik? Komponent annotasiyası. Komponent. İndi bizim müxtəlif növ komponentlərimiz ola bilər. Məsələn, repository komponentimiz var, servis komponentimiz var, controller annotasiyamız var. Bu komponent ümumilikdə hamısına gedir. Yəni, belə deyim, mən misal üçün DAO işi görmək istəyirəmsə, burada hal-hazırda mən nə iş görürəm? Bu mənim repositorimdə, bu mənim bazam olacaq. O zaman mən bura komponent yox, repository yazıram. Mövzu indi nədir uşaqlar? Mən bura, məsələn, kod olaraq komponent də yazsam, yenə də Spring'ə tanıtmış oluram. Amma düşünün ki, buradan nə deyəsən istək gəldi, yoxsa, yox. Aha. Deməli, mən burada məsələn komponent olaraq tanıtsam Spring'ə, yenə də tanıyır. Problemi yoxdur. Yəni, yenə də kodum tutalım DAO service controller yazsam, gedib inversion of controlda idarə eləməyə çalışsam, problemsiz şəkildə işləyəcək. Amma düşünün ki, sizin DAO servisiniz var, controlleriniz var. Başqa bir adam gəlir deyir ki, misal üçün, mənə sənin kodlarına baxmaq istəyir, düzdürmü? O adam, misal üçün, sən bütün klassların, əgər bu hissəsinə komponent yazsan, məcburdur sənin kodlarına baxar, düzdürmü? Görün bu hissədə database işi mi gedir, servis işi mi gedir, yoxsa controller işi mi gedir? Amma o adam sadəcə bir dənə, yəni indi siz hal-hazırda hələ ki məlumatınız yoxdur. Yəni sadəcə bu annotasiyanı axtarmaqla, bunu görməklə biləcək ki, bu adam burada database işi görür. Yəni biz database işi görmək üçün nə etməliyik? Repository annotasiyasını verməliyik. Yəni servis işi olanda servis annotasiyası, controller olanda controller annotasiyasını veririk. Yenə də təkrar edirəm, bura repository yerinə biz komponent də versək, yenə də problemi yoxdur. Amma adlandırma olaraq biz bura repository verməliyik. İndi bizim userimiz burada hazır. Gəlin bizim hansı növ işlərimiz olacaq, onları aydınlaşdırmağa çalışaq. Deməli, ən başda bir user nə edə bilərik? Create. Bunu bir dənə import eləyək. Aha. Create.
Bu ne götürür özündən? User. User. Daha sonra user. Sonra nə olacaq? Bütün userləri qaytaran list şəklində user. Get all. Sonra find by ID user find by ID. Burada verirəm long ID və delete yazıram. Delete sadəcə void tipli yazacağam. Delete. Yəni bu Spring Spring Data JPA ilə də işləyəndə belə olur. Yəni Hibernate ilə delete void olmalıdır. Bunu nəyə görə silmək olar? Long ID. Aha. Bu 4 dənə metod. Uşaqlar, indi alınıza sizə sual yarana bilər ki, niyə update metodunu yazmadım? Ora gələcəm. Bizim bu bir dənə bir şey göstərim əslində. Yəni bura gəlim. Mən hal-hazırda əllə manual olaraq update metodunda yaza bilərəm. Amma Spring Data JPA-da, yəni bizim ən son istifadə edəcəyimiz şeydə, orada update metodu necədir? Save metodu var. Yəni servis metoduna gəlim. Misal üçün burada repository var. Aha. Bunu sadəcə göstərirəm uşaqlar. Yəni bu kodlara ümumiyyətlə fikir verməyim. Movie repository. .save. Bax bu metod həm update işi görür, həm də create işi görür. Ona görə biz əgər burada həm update-i, həm create-i ayrı-ayrı yazsaq, sabah bu metodun məqsədini başa düşməyəsiniz. Ona görə mən hal-hazırda database-də sadəcə create metodu görürəm. Create metodu yazıram daha doğrusu ki, Spring-in məntiqini Spring-in belə deyim, tələbinə biz uyğun yaza bilək. Buydu da bizim. Aha. Yəni mən bu create metodunu elə istifadə edəcəm ki, bu məndə həm update işi görəcək, həm də create işi görəcək. Aha. Bunlar oldu bizim ümumilikdə metodlarımız. Biz indi nə etməliyik? Bir dənə user da Postgres. Da Postgres klası açıram. Aha. Burada mənim nəyə ehtiyacım var? Nəyə ehtiyacım var? Əlbəttə ki, implement eləməyə nəyi? User Postgres repository. Metodlarımızı override eləyək. Aha. Amma hər şeydən əvvəl. Uşaqlar, bura qədər sualı olan yoxdur. Hər halda olmaz. Hələ ki, çox bir şey eləməmişik. Deməli, biz birinci növbədə gələk Docker'da konteyner yaradaq ki, oradan istifadə edə bilək. Docker'da burada açılsın. Bu deyəsən açıq idi burada. Yoxsa? Ha. Aha. Tamam. Deməli, bir dənə yoxlayıram. Docker Trader versiyon. Aha. Hər şey qaydasındadır mı? Lower. Hər şey qaydasındadır. İndi bizim işimiz bir konteyner yaratmaqdır. Postgres konteyner. Buna sadəcə qısa ad verirəm. Tray Postgres user admin tray admin 1-2 bir də Postgres DB. Aha. Bu database adı olsun nə? My database. Port verək 54 36 35 portunu verək. 54 32 bir dənə də container image. Aha. Bu əmri yəqin ki bilirsiniz, daha öncə sizə göstərmişdim. Bu neymişsə konteynerə ad vermək üçündür. Bunları bilirik onsuz da. User, password və database'in adı. Bu port hissəsi
Deməli, bu mənim konteynerimin soldakı hissə mənim konteynerimin portudur. Bu isə Docker'ın Linux üzərindəki portudur. Yəni bu stabil həmişə belə olmalıdır bu tərəfi 5432. Amma bu tərəfini 5435, 40 nə istəsəniz verə bilərsiniz. Bu Docker'də bir konteynerin imicidir. Enter bırax. Aha, konteynerim yarandı. İndi əgər konteyner yaranan zaman biz PC əmrindən istifadə edirik, aktiv konteyneri görməliyik. Əgər bir problem yoxsa, aha, çıxdı. İndi biz konteyner yaratdıq. Fərz edin ki, PC admini yüklədik. Bir də bunu da vurum açılsın. PC admini yükləyəndən sonra nə edirəm? Mən proqrama necə ki buradan tıkladım, daxil oldum. Mən indi proqrama daxil olduğum kimi bu konteynerin də içərisinə daxil olmalıyam. Bunun üçün nə edirəm? Trade aha, Postgres container. Burada adını vermişəm. Postgres cont. Bax, bu əmrlə mən konteynerin içərisinə daxil oluram. Fərz edin ki, PC admini açıram. Amma mən həm PC admini burada açıb nə edirəm? Gedirəm bir dənə database seçirəm də, düzdür? Yəni hansı baza ilə işləmək istəyirəmsə, ona daxil oluram. Eyni qaydada bir dənə bu açılsaydı göstərərdim. İstəyirəm ikisini də eyni vaxtda göstərəm ki, rahat bir şəkildə başa düşəsiniz. Neysə, bu açılmaq istəmir deyəsən. Connection Intelli'nin özündən niyə qurmuşsan? Konteyneri qaldırım ki, Connection databazanı şey eləmək. Compose faylını alırsan, Ha, Intelli'de var şey GDB'si. eləyəcəm deyəm. Neysə, deməli bu əmrlə mən konteynerin içərisinə daxil oluram. Amma bunun eləməkdənsə birbaşa elə hansı baza ilə işləmək istəyirəmsə, birbaşa onunla daxil ola bilərəm. Buna da u verdik. Verə bilsəm. Aha, PSQL u. Bura əmr necə idi? Aha, bura admin, bu istifadəçi adımı deməliyəm və sonda database'in adını deməliyəm. My database. Aha, mən hal-hazırda bazamın daxilindəyəm bu əmrlə. Bazaya girdim. İndi gəlin buradan table yaradaq ki, sonra onu istifadə edə bilək. User vermək olmayacaq, çünki user açar sözü var. ID nə olsun? Serial, avtomatik artırsın. Primary key, daha sonra name, varchar. Notnal verirəm buna və unique də olsun elə. Aha, unique. Deməli. Daha sonra, burada biz nə vermişik başqa? Ha, email vermişik, tamam. Email verək, buna da verək nə? Varchar. 30 verirəm buna da, sonra varchar. Bir də buna notnal verək. Bir də check verək, check. Email. Nə olsun bu? Ha, like. Like necə idi? Belə olacaqdı, səhv etməmişsə. Like. Faiz. Bu faiz. Gmail.com. Bu oldu check. Daha sonra bir dənə grup var idi. Grup name. Group name. Varchar. Not null. Aha, ən sonda bağlayıb. Vergülü qoymasaq uşaqlar ən sonda işləmir. Aha, create table. İndi select ulduz from users yazıram. Bax, bunu verirəm, işləmir. Ən sonda vergülü mütləq qoymalıyam. Nə oldu? Select ulduz from users. Aha. ID name, email, group name. Söhbət database'imdə hazır. İndi
Mən dedim ki, bu Java-da olan application'ım, burada database olan application'ım, düzdürmü? İndi mənim nəyə ehtiyacım var? Bunlar arasında bir konfigurasiya yaratmaq, yəni bağlantı yaratmağa. Bağlantı yaratmaq üçün nə edirəm burada? Bir dənə config adında class açıram. Config. Bunun da içərisində nə olsun? JDBC config, yəni biz hal-hazırda JDBC ilə işləmək istəyirik də. Aha. Burada nə verirəm? Konfigurasiya, configuration. Ki, yəni mənim konfigurasiya klassımdır. Spring konteynerləri tanıtmaq üçün. Daha sonra bizim bir dənə burada göstəreyim. Deməli, hanı bu? Travio. Bu JDBC template-ə dedim ki, bizə data source lazımdır ki, onu bin olaraq götürə bilsin və istifadə edə bilsin. Bu data source da özündən nə götürür? URL, username, password. İndi biz onu bin olaraq yaratmalıyıq ki, onu istifadə edə bilək. Bunu əzbərə yazıda saxlamağa ehtiyac yoxdur. Gəlin elə buradan JDBC tutorialda olmalıdır. Aha, dən baxım. Hə, bunu deyirəm. Bunu bir dənə götürüm buradan. Ctrl V. Aha. Bu data source-un məqsədi geriyə bir obyekt qaytarmaqdır. Bin vasitəsilə. Yəni mən bunu bin olaraq bin verməklə obyekt olaraq qaytarıram ki, sonra istifadə edim. Spring konteynerində istifadə edə bilim. Burada bir şeyi sildim uşaqlar. Bu class name ehtiyac yoxdur buna. Elə adicə Java SQL-də nə lazım idi bizə? URL, username və password. İndi bu MySQL üçündür. PostgreSQL üçün elə uzağa getmirəm. ChatGPT deyək, bir dənə gözlə yazsın. Nə yazsın ChatGPT? URL for PostgreSQL. Başka bir şey yazdım ben. O bayaqki kodu atın, deyin ki, bunun PostgreSQL. Öyle bunu versem bence verməlidir. URL for PostgreSQL. Aha, bunu bir dənə götürdüm buradan. Bunu atıram bura. PostgreSQL My Database. Elə bizim də adımız My Database idi. Əla. Bu üstə nədir? Admin idi də, səhv etməmişsə orada verdiyim. Admin 12. Aha. Deməli, data source özündən 3 dənə məlumat götürür. URL, username və password. Sonra da onu geriyə qaytarıram. İndi mən bunu niyə yaratdım uşaqlar? JDBC template-də istifadə etmək üçün. Bu JDBC template-də 1000 olaraq tanıtmalıyam. Düzdürmü? Spring konteynerına public JDBC template. JDBC template olsun. Metodun elə adı. Bu özündən nə götürür? Data source götürür. Data source. Return new. JDBC template bizim yarattığımız klası yoksa bindən gələn şeydir? Yo, bu hazır bir şeydir JDBC template. Sen yaratmırsan onu. Ha, bildim. Aha. JDBC template bir data source götürür. Bu data source'u da mən 1000 olaraq tanıtmışam deyə avtomatik bunu götürür. Sən data source, yəni əlavə bir şey deyil də. Burada bu məlumatları götürür deyə JDBC template istifadə edən zaman onu rahat bir şəkildə istifadə edəsən. Bu konfigurasiya klassı ilə də deyirəm ki, mən bu konfigurasiya klassıdır. Yəni mənim Java-da olan application'ımdan bir database-ə bağlantı yaradan zaman bunu konfigurasiya kimi istifadə edirəm. Bura qədər sualı olan var. Aha, bu JDBC template'i biz harda istifadə edirik? Mənim ən başda, bu arada bunu domain eləmişik, tamam. Necə ki, məsələn, gəlib yazırdıq yazıcısa DAO-da, private, daha doğrusu servicedə, private, DAO, final yazırdıq. Eyni qaydada burada da private final JDBC template. Bu da JDBC template. İndi bunu manual olaraq uşaqlar baxın. Add constructor. Bu sizin Java ilə bildiyiniz bir şeydir. Amma bunun yerinə mən bir dənə bura required add constructor yazıram. Buna da ehtiyac yoxdur. Məni həmin constructorla təmin edir artıq. İndi
Bizə nə lazımdır? Bir dənə repository üçün query klası açacağam. User query. Bu da olsun. Public static final string query. Misal üçün insert metodu. Insert into necə idi? Users hansı sütunları doldurmaq istəyirəm? Name, email və group name. Values sual. 3 dənə sualım var, düzdür? Aha. Bir yaza istifadə edərik. İndi gəlirəm bura DAO-ya. Misal üçün JDBC template-dən istifadə edərək burada bütün JDBC template update. Baxın nə götürür? String SQL. Bu hardan gələcək? User query nöqtə query. Aha. Bundan sonra query'mi götürdü, düzdürmü? Mən nə etməliyəm? Bu useri bura boş-boşuna götürməmişəm ki. Buradan gələn məlumatı mən ötürməliyəm nəyə? User nöqtə misal üçün get name. Baxın uşaqlar. Entity növdən gəleyim. Entity içərisində nə ID var, nə getter var, nə setter var. Heç bir şey yoxdur. Amma burada get name gətirir. Bunu hardan gətirir? Lombok vasitəsilə. Mən orada data vermişəm deyə mənə bütün getter setterlarla təmin edir. Daha sonra birinci sualım get name idi. İkinci sualım nədir? User nöqtə get email. User nöqtə get group. Yəni istəyirsiniz bir dənə bunu bura atım. Daha sonra göstərmək niyyəti ilə. Bu query'dir. Bax burada suallar var. Sual. Düzdürmü? JDBC template'in update'in bütün yəni get all yazacağıq, find by yazacağıq, delete yazacağıq. Hamısı update-ləndir. Bax normalda biz yadınızdadır uşaqlar. Java ilə nə iş görürdük? Connection yaradırdıq. Daha sonra bir əmr yaradırdıq. Result set. Birinci parametrə bunu göndər. Ən azı bir 6-7 sətr kod var idi, düzdürmü? Bax burada 2 sətirdən bunu həll elədik. Bu bir dənə query götürdü burada. User query bir tərəfi. Və dedim ki, bu birinci suala userdən gələn get name-i mənimsət. İkinci suala userdən gələn get email-i mənimsət. Və üçüncü suala get qrupu mənimsət. Tamam. Bu belə. Bunu ümumiyyətlə göstərmək üçün bura gətirdim. Bunu silirəm. Yəni bunu burada manual olaraq burada da yaza bilərəm. Amma sadəcə user query üçün bir class açdım. Query'lərimi burada yazacağım. User query'dən də çağıracağım. Bu qədər. Bura qədər sual olan var. Aha. Deməli belə. Geri nə eləsin? Useri qaytarsın. Bu qədər. Görürsünüz nə qədər qısadır kod, nə qədər oxuna biləndir. Misal üçün get all metodu bunu neyniyək, necə yazaq? Bu biraz başınızı qarışdıracaq. Gəlin istəyirsiniz eləyək. Bu create metodunu istifadə eləyək. Sonra baxarıq buna. Çünki burada biraz məsələlər var. Deməli. Yadınızdadsa Vüsal müəllim də bunu göstərmişdi sizə. Command line deyə bir şey var idi. Run metodu verirdi bizə. Elə bir ki, main metodunun daxilində yox. Mən burada şey deyirəm. Burada mənim nəyə ehtiyacım var? İşləmək üçün. Private final user Postgres'e. Postgres repository. Aha.
Bu məndən constructor istəyir. Mən də buradan bir də required arc constructor verirəm. Все. İndi mənə nə lazımdır? Repository nöqtə nə idi o metodun adı? Create. Bura mən nə göndərməliyəm? New user obyekti. Aha. ID avtomatik generasiya olunur. Daha sonra nə verməliyik? Sanan. Sonra sanan gmail.com və ən sonda nə veririk? Qrup GB1210. İndi problemimiz nədir uşaqlar? Bax, bu userin bizim Spring'in bizə verdiyi 2 dənə anotasiya var. Ya all arc constructor, ya no arc constructor. Bu bizi bütün parametrləri olan konstruktorla təmin edir. Bu amma boş parametrlər. Bizim yəni istəyiriksə konstruktorumuz sadəcə name, email, qrup götürür. Bunda öncə nə etməliyik? Manual olaraq əllə yaratmalıyıq. Gəlirəm generate constructor. Aha. Gəlirəm bura problem aradan qalxdı. İndi run eləyib dənə baxaq. Görək haradasa problemimiz varmı? Aha. Ne deyir burada? Baxım nə görüm nə deyir. Template.repository. Parametre tapılmadı. Bildim. Burada bax, bunu vermişik. Əslində bu götürülməlidir. Yaxşı, bunu götürək, burada verək. Bu niyə götürmür? Maraqlıdır. Başqa problemimiz var. Aha. Bildim nədir problem. Baxın. Deməli belə. Konfigurasiyadan baxın. My database admin 12. Data source'u götürdü özündən. Burada problem nədir ki? Data source'u götürür. Mən də bunu istifadə edirəm. Create. Ne deyir burada? New oldu. Connection. Ağlıma aslında bir şey gəlir. Biz amma şey elədik də onu. Götürdük axı Spring Boot. Strateji birisi. Bunu götürdük axırımıza. Yan baxaq. Görək problem nədir? Götürmüşük. Buna ehtiyac yoxdur. Bu niyə problem yaratsın? Deməli, bir dən baxın. Burada konfigurasiya olaraq tanıtdım. Tamam. Data source'u da götürdü özündən. Bütün problem məncə bu olacaq. Biz bunun portunu nə vermişik? 35. 35 mi? 35. Yes. Burada 32'dir. Baxa görək. Tamam. GDPC template'ini istifadə edəcəyi məlumatları burada doldurdum, götürdüm. Daha sonra Postgres'te GDPC template istifadə eləmək üçün record constructor demişəm. Template update metodunu çağırmışıq. Problem yoxdur. Sonra gəlirəm bura. Command liner. Okay. Bir problem görmürəm. Run eləyib buradan. Baxaq. Problem portdaymış olar. Portun nömrəsini səhv yazmışıq. Create elədim, düzdür. Gəlin buradan baxaq. Select
Tools from users. Baxın, oradan göndərdiyim məlumat artıq buradadır. Sual olan var bura qədər? Əslində məncə bu şeyi yazmışsınızsa, result set falan, yəni Java SE səviyyəsində, bu həqiqətən iqruşkadır, uşaq oyuncağıdır bu. Yəni sadəcə belə deyim də, tanıtdım və salam. İndi burada biz hal-hazırda bütün hər bir şeyi Spring-in üzərinə atmışıq. Məsələn, burada bir şey göstəreyim. Bu anotasiyanı verməsəm, bu artıq template işləyə bilməyəcək. Çünki biz bunun konseptini bunu yoxlayın, görüm işləyəcəkmi? Aha, bax dedi ki, Spring-in JRPC template-ini istifadə edə biləcəyi konteyneri yoxdur. Daha doğrusu şey yoxdur. Repository anotasiyamız yoxdur. Yəni Spring-in konteynerinə daxil edə bilmədik ki, o arxa planda bizim yerimizə bu əməliyyatları apara bilsin. Bunu belə eləməyə əvəzinə, baxın uşaqlar, mən buradan eləmişəm. JRPC template-ini istifadə etməsi üçün bir bin yaratmışam burada, düzdür. Daha sonra göndərmişəm. Bunun yerinə görün biz işimizi nə qədər qısalaşdıra bilərik. Heç bizim bu konfigurasiya klassını açmağa, konfigurasiya anotasiyasını verməyə ehtiyac yoxdur. Çünki bunu bilirsinizsə, əgər bunu oxumusunuzsa, siz bilməlisiniz. Bu Spring Boot Application Container'ının, daha doğrusu anotasiyası özündə həm də konfigurasiya anotasiyalarından birini saxlayır. Saxladığı anotasiyalar nə idi? Enable Auto Configuration, və JPA Application Configuration deyə bir şey olmalıdır. 3 anotasiyasını özündə birləşdirir. İndi bu config klassı açıb bu əməliyyatları eləmək yerinə bizim üçün daha asan bir şey yaradıblar, onu da göstərim. Burada Properties bölməsi deyə bir şey var. Mən bunu dəyişirəm, edirəm, YAML. YAML formatında götürəcəm. Sürətli danışmıram uşaqlar. Biraz ola bilər, sürətli danışım. İndi Spring, sonra Application Name. Bu sadəcə application ad vermək üçün MyApp deyirəm buna. Ürəyiniz nə ad istəsə verə bilərsiniz. Daha sonra baxın uşaqlar. Bax burada bu nədir uşaqlar? Data source, düzdür? Yəni JRPC template bir data source götürür. Eyni qaydada mən bura nə deyirəm? Data source, baxın. URL, URL. Buradan gəlib götürürəm bu URL-i. J-ni götürmədik, orada yazarıq. Qoşa.j. Tamam. Daha sonra username olsun, misal üçün nə? Olsun deyəndə ki, biz bunu yazmışıq da manual və password. Admin 1-2. Bax, bu qədər əməliyyatın əvəzinə bunu gedib bu klasın daxilindən götürmək, məsələn, buradan tutorialdan götürmək, gəlib kopyalamağa, yapışdırmaq. Propertiesdə bütün məlumatlarımı sadə bir formatda doldururam. Daha doğrusu YAML formatında göndərirəm. Siz bunu Propertiesdə istifadə edə bilərsiniz, amma Properties biraz uzun variantdır. İstəsəniz baxarsınız. Deməli belə. Gəlin istəyirsən onu da göstərim. Propertieslə YAML-ın fərqini. Və burada bu Properties variantıdır. Bütün elə bir ki Spring Data Source URL, Spring Data Source Username, Spring Data Source Password. Amma burada sadəcə bir dənə Spring yazdım, bir dənə Data Source yazdım. Hərəsinin əvvəlində bu Spring ilə Data Source sözünü yazmağa ehtiyac yoxdur. Və bunlar alt-alta yazır. Properties amma qabaq-qabağa yazıramsa biraz qarışıqdır məncə o. Qarışıq deməyim, əziyyətlidir. Bu daha sadədir. İndi gəlin bunu run edək görək. Run eləməmişdən əvvəl create bir dənə unique idi də, sanan bir olsun bu da. Görək işləyəcəkmi? Aha. Bu arada bir dənə də bir şey deyim uşaqlar. Bu bayaq Spring MVN repodan götürdüm mən. Bu starter JRPC. Bu anotasiyasını verməsəm, o işləyə bilmir. İndi onu da göstərəcəm sizə.
Gəlirəm bura, təzədən o əmri şey deyirəm. Artıq 2 dənə məlumatım gəldi. Sanan və Sanan 1. Yəni mənim config klassını açmağa, bunları eləməyə ehtiyacım yoxdur. Bunu application YAML-da idarə elədim. Bunu da nəyin vasitəsilə? Build.grade ilə baxın bir dənə. Bu implementasiyamı bir dənə kommentariya alıram. Bu Sanan 1 edirəm, Sanan 15. Məncə işləməməlidir. Biz config. Hətta bunu da belə şey eləmədik, gördünüz uşaqlar. Bunu belə tanıtmaq lazımdır. Avtomatik konfiqurasiyanı, daha doğrusu JDBC template'in bu data source'u götürməsi üçün mən burada starter webdən istifadə edirəm. Və burada manual olaraq əllə yazmışıq bütün prosesləri. Konfiqurasiyanı əllə eləmişik, düzdür? Normalda nə etməliyəm? Mən bunu açıram. Hamısı import. Import. Onu belə tanımadı. Yəni neysə, uzun sözün qısası, bu implementasiya çox vacibdir. Bunu da MVN repodan götürməlisiniz, yadınızdan çıxmasın. Bu hamısı oradan gəldi. Belə, bura qədər sualı olan var. Ümumiyyətlə çətindirmi, asandırmı? Məncə çox asandır. 4-5 dənə anotasiya verdin. Bir də əvvəldən göstərim. Getol metodunda bir qarşılıq olacaq demişdin. Getol metodunda bir dənə yazaq. Deməli, orada çünki bir dənə toxunmalı olduğumuz məsələ var. User query. Gəlirəm, yazıram. Ya da orada yazım, sonra bura atarıq. Deməli belə. Select ulduz from users. Bu mənim query'm. İndi bunlar yadınızdadsa Java ilə nədə saxlanılırdı? Result setdə. Mənim result seti almağım üçün nəyə ehtiyacım var? Row mapper deyə bir şey var uşaqlar. Eyni ilə result setindəki məlumatları saxlayır. Bu da o proses özündə var. Burada bir dənə class açaq. User mapper. Ya da user row mapper. Bu interface olmalıdır. Extend interface implement olacaq. Row mapper. Buna nə verirəm uşaqlar mən? Mən hal-hazırda hansı istifadəçiləri, hansı entitindəki məlumatları gətirmək istəyirəm? Useri. Tamam. İndi bir dənə bunun metodu var, onu override eləyək. Necə ki, Java ilə biz result set vasitəsilə məlumatları idarə edirdik, result setin daxilindən məlumatları alırdıq. Eyni qaydada biz də burada məlumatları result setdən almalıyıq. Gəlirəm indi bura nəyə? Return nə? User. İndi sizlə bir dənə də tanış eləmək istədiyim bir dənə anotasiya var. Nədir o da? Bura bir dənə verirəm. Nə? Builder. Все. Bu da çox yaxşı bir şeydir. Nöqtə builder. Bu nədir uşaqlar? Axırıncı dərsdə, keçən mentor dərsində yadınızdadsa metodlar var idi, setter metodları. Əllə manual olaraq obyektin özünü qaytarırdı. Nöqtə qoyurdum, özünü qaytardı. Nöqtə qoyurdum, özünü qaytardı. Əllə yazmışdım, yadınızdadsa. Gəlin bir dənə proyektə göstərim. Bizim proyektimiz hansıydı? XML book. Student. Buyur deyəsəm. Baxın. Aha. Bax burada bütün metodlar, setter metodları obyektin özünü qaytarır.
set name və ya set fin code return this. Bunu neyləmişik uşaqlar biz? Əllə, manual olaraq eləmişik. İndi Spring sənə bildir annotasiyası var. Biz orada build eləmişik də, yəni obyekti. Bu annotasiyasını verməklə elə bil ki, o işlərdən qurtulduq. Bu səni ondan təmin eləyir. İndi gəlin baxaq. User.dao Postgres. Haradaydı bu? Hə, burada. Bu qalsın burada. Nöqtə qoyuram. Nə gəlir? ID. Bu ID-ni mən hardan alacağım? Buradakı result setdən. Nöqtə get int. Java SE-də gördüyünüz şey. Bu nədir? ID int-dir də, düzdür. Oradakı sütunun adı nədir? ID. Prosta burada problem nədir? Longdur. Tamam. Get long olsun. Yaxşı. Sonra nöqtə qoyuram. Name. Hardan alıram məlumatı? Get string. Bu göndərdiyim ID var ya uşaqlar. Bilsiniz nədir? Bax, buradakı sütunun adı. Bununla eyni olmalıdır. RS. Yəni result set özündə məlumatları toplu şəkildə saxlayır. İkinci adımız nədir? Result set.name. Sonra email. Nöqtə, bir də qrup var. Aha. Bunun adı nədir? Group name. Tamam. Result setdən məlumatlarımı aldım. İndi bu class neyinir? Bu classın bu metodu. Məlumatları result setdən alır, özündə saxlayır. Gəlin getAll metodunu yazaq. GetAll metodu biz dedik ki, JDBC template'in bütün metodları nə ilə işləyir? Query. Aha. Query. Deməli, query-ni atıram bura. Sonra new, bu klasın adı nədir? User row mapper. So. Bu qədər. Yəni nə bilim, while yaradım, result setdə hər next deyim. O qədər prosesin əvəzinə, 20 sətr kodun əvəzinə 2 sətirlə həll elədik. Bu row mapper'da, bu klası burada da aça bilərsiniz uşaqlar. Bunu ayrıca bir klas da aça bilərsiniz. Misal üçün gəlin, burada misal üçün bir dənə klas açdım. Gəlin onu da göstərim. User row mapper 2 olsun məsələn. Yenə implement eləyəcəm. Hardan? Row mapper'dan. Nə edəcəm? User'i verəcəm bura. Hansı user? Çünki mən hansı entity-ni üzərində iş görmək istəyirəm. Hansı entity-nin məlumatlarını gətirmək istəyirəm. Ora onu verməlisən. Bax, bu da eyni proses. Sonra gəlirəm bura. Burada olan prosesi bunu götürdüm bir dənə buradan. User row mapper 2. Attım bura. Yəni bunu buradan da istifadə edə bilərsiniz. Burada bir dənə şey artıqdır. Okay. Burada yəni bunu istifadə eləmək istəyirsənsə, gəl burada dinən ki, hanı bu? User Postgres yuxarıda. Row mapper yox. Row mapper 2. Все. Bu ücret istifadə olunmadı yəni. Bu klası burada da yarada bilərsiniz, orada da yarada bilərsiniz. Heç bir fərqi yoxdur. İndi gəlin görək məlumatlara buradan getAll vasitəsindən baxa bilərikmi? getAll mənə nə inir? South repository nöqtə getAll list formatına userləri mənə qaytarır. Mən də baxmağa çalışıram. Bunları bir dənə bağlayıram. So. İstifadəçilər ID, Sənan, email, group name. Bunlar niyə belə gəldi? Nə qoymuşuq biz bura? Nə göndərmişik? Yəni ki, group name göndərmişdik. Yox, group name'lər düz gəlmədi. Nəsə problemimiz var uşaqlar. Baxım nənə. User map, row mapper. Maraqlıdır.
Niyə gəlməsin? Maraqlıdır. İlk dəfədir belə şeylə qarşılaşdığımızda. Başqa bir ad veririk qrupa. Group name. Nə də? Orada e-mail falında rs.getmail yaz. Baxın. Hanı? ID name. Group name. Orada rs.get. Doğrudan iyi. Girəm ha. Bu niyə vermir? RS-dən götürməliyik biz bu məlumatları. Oradakı mənim row number o harda istifadə olunur? Hansı? Row. Metodun daxilindədir bu. Heç düzü mən də bilmirəm harda. İstifadə olunmur mən. İstifadə olunar yəqin ki, amma niyə var mən də bilmirəm. Yəni açığı. Kafanızı çox da yormayın, onsuz da bunu istifadə eləməyəsiniz. O biz template. Sadəcə olsun deyə var. ID, name. Sonra email. Daha sonra deyirəm nöqtə get string. Grupda group name. Aha. Bu da belə. İndi gəlin də run edib baxaq. Все. Məlumatlarıma baxmış oldum. Sualı olan var? Yoxdursa uşaqlar yekunlaşdıraq. Gedər realın oyununa baxmağa. Bu uzun proses uşaqlar. Burada deməli, ümumilikdə biz nə qazandıq? Bir dənə özək keçeyim. Bu mənim bazamdır. Bazamın daxilində artıq demək olar ki, əsas işləri görmüşük. Konfigurasiyamızı qurduq. İşlərimi get all create elədik, get all elədik. ID-sinə görə tapmaq və ya delete eləmək. Update metodu burada çox maraqlı uşaqlar. Çünki bizim update metodumuz bu create metodu ilə işləyəcək. Onu necə eləyəcək servisdə. Yəni bu bizim DAO-muzdur. DAO-muzun yarısıdır belə desək. Biz bunu servisdə idarə biznes məntiqini qurmalıyıq və kontrollərə eləməliyik, çıxmalıyıq. Ən sonda webdən, yəni biz hal-hazırda manual olaraq inversion of control deyildim mən həmişə sizə. Bax o həmin hissə buradır uşaqlar. Inversion of control məlumatların idarə olunduğu yer. Mən məlumatları hal-hazırda get all, yəni şeydən baxıram. Adi Java SE-də elədiyim prosesdə burada eləyirəm. Simad print line vasitəsilə baxıram. Amma mən harda baxmalıyam məlumatlara? Postman vasitəsilə baxmalıyam. Ən sonda controller klassını açıb orada post mapping, get mapping kimi prosesləri eləyəcəyik. Yəni biz məlumatları buradan yox, birbaşa postmanla və ya swaggerla idarə eləyəcəyik. Ona görə bu günlük bu qədər. Növbəti dərsə qədər çox xahiş edirəm, yazın. Yazmasanız, yəni çətin olacaq həqiqətən. Eybi yoxdur, baxa-baxa yazın, amma əsas odu yazın. Tamam. Sual olan. Biz rekord nə vaxt? Rekorda da bugün bir daha dərsdən sonra bir 10 dəqiqə, 15 dəqiqə sonra atarım. Tamam. Arsenal penaltı kazandı. Sağ ol. Bu bəd xəbəri verdin. Kimlər real tutur burada? Denə görə. Mən. Sonra Ben Arsenal olsa yaxşı olar. Arsenal. Ama şey yazmışam. Real'a El yazmış. Clasico görmək istəyirəm. Real udacaq, prost çeşmağı prost. Hayır odur. Saka penaltı vura bilən deyil. Onsuz da 20-də də vuranmamış Avroligada. Heç nə uşaqlar, sualı olan var? Ya sağ olun. Buyurun. Xeyr mənim çox Buyurun. Davam sağ edəcəyik. olun. Bu proyekt üzərindən ən sona qədər gedəcəyik. Daha sonra bu proyekti JP Hibernetə çevirəcəyik. Ona görə bunu yazın ki, addım-addım nəyin nə olduğunu başa düşəsiniz. Tamam. Vura bilmədi. Həqiqi. Heç nə yaxşı. Oldu, sağ olun uşaqlar. Gecəniz xeyrə qalsın. Sağ olun. Yəni. Sağ olun.